Bakıxanovda mərkəzi ərazidə, çox gözəl ərazidə bir 3 mərtəbəli həyət evimiz satışa çıxıb. Bu arada hamınızı salamlayıram, izləyicilərin hamısını. 3 sotdadır, paket kupçadır. Evində, bax 3 mərtəbə evdir. Qabağında obyekti var. Belə bir navesti var. Ətraflı bir göstərəcəm. Giriş qapısı, girdiniz. Qəşəng manqalxanası. Burada kebabı tutursan. Burada da demirəm, yeyirsən qəşəngcə. Ağlay daşlarla yüzlənmiş villadır. Belə bir obyekti var. Buramı mərkəzi yola baxır. Hardasa 35-40 kvadrat. Bunun da ayrıca sənəti var. Qapısı buradandır, çölə. Bakıxanovda 11 nömrəli poliklinika. 11 nömrəli poliklinkanın yanındadır. 3 mərtəbədir, evimiz də səlqəlidir. Sənədləri də qaydasında. Bax, 1-ci mərtəbə. Giriş qapısı. Girdin. Sağda qarajdır. Bunlar qarajı bağlayıb, yəni belə. Buradan da çölə çıxışı var. Evin arxa tərəfinə. Burada belə bir əl damı var. Yəni işığı yanmır deyir, göstərənməyəcək. Bu da aşağı mərtəbədə kuxunasıdır. 1-ci mərtəbə əsas yaşayış, 2-ci, 3-cü mərtəbədədir. Onu göstərəcəm. Baxın, yəni bura əslində qaraj olub, sadəcə istifadə eləmir. 2-ci mərtəbəyə. 2-ci mərtəbə qalxırsan sağ tərəfdə. Qalxanda sol tərəfdə, üzr istəyirəm. Zaldır. Hündürlüyünü görürsünüz, 3.20 rahat var evin hündürlüyü. Evdəki əşyalar pol parketdir. Evdəki əşyalar da yəni saxlanılacaq. Ev yəsi tərəfindən saxlanılacaq. Öz həyətinə baxır. Buradan kuxunasıdır. İkinci mərtəbədə zal, kuxuna, sanzel, bir də balkonlar. Balkonda göstərirsən. Balkonudur. Burada geniş balkonumuz var. Bu da navesidir, bayaq aşağı mərtəbədə. Sanzel, tamam, tuvalet, ayrı. Qalxaq 3-cü mərtəbəyə. Göz pilləkənlər zədlər necə qəşəng yığılıb. 3-cü mərtəbədə də 4 yataq otağımız var. 3-cü mərtəbədə yaşayış. Solda qalxan saat bir dənə yataq otağımızdır.
bir yataq otağı buradadır. Onu da vurğulayım ki, bu videoda gördüyünüz bütün evdəki əşyaların hamısı saxlanılır. Bu üçüncü otağımız uşaq otağıdır. Bu da dördüncü otaq. Qiyməti orada yazacağım, çox münasib qiymətədir. İzləyin, Allah xeyir versin. Bax, oradan gedəndə doğum evinin mərkəzi yolu var. Oradır, görür, sadəcə 150-200 metr. Bu tərəfə də bu kristala tərəf gedir. Mərkəzi yol, Duvar İstən gələn yol. 11 nömrəli poliklinika.